Mənim adım Sabinadır. Mən və ailəm Azərbaycanlıdır. Azərbaycanın paytaxtı hansı şəhərdir? Azərbaycanın paytaxtı Bakıdır. Bakıda nə çox əsir? Külək əsir. Ona görə də bəzisi ona deyirlər küləklər şəhəri. Bəs Azərbaycan sözünün mənası nə deməkdir? Azərbaycan sözünün mənası odlar yurdudur. Azərbaycan harada yerləşir? Azərbaycan Xəzər sahilində yerləşir. Azərbaycanda hansı təbii sərvətlər var? Təbiəti necədir? Azərbaycanda neft, qaz və gözəl təbiət var. Bəs Azərbaycan milli mətbəxindən nə deyə bilərsən? Bizim zəngin və çox dadlı mətbəximiz var. Mətbəximiz. Hansı Azərbaycan milli yeməkləri bilirsən, tanıyırsan, dadına baxmısan? Doyuğa, dolma, aş, bozbaş, Çox gözəl. üçbacı. Üçbacı dolması. Sonda nə deyə bilərsən Azərbaycan haqqında, vətən haqqında? Bir şey deyə bilərəm. Buyur. Deyə bilərəm savadsızdır mənim anam. Savadsızdır mənim anam. Ancaq mənə say öyrədib, ay öyrədib, il öyrədib, ən vacibi dil öyrədib mənim anam.